Hindistan'ın meşhur aktrisalarından biri olan Madhuri Dixit hakkında məlumat. O, 1967-ci ildə Mumbai şəhərində anadan olmuşdur. Atası Shankar Dixit, anası Shahilta Dixit. Madhuri uşaqlıqdan klassik Kathak rəqsini peşəkar səviyyədə öyrənib. Bu, onun filmlərdəki ən güclü tərəflərindən biridir. Çünki Hind filmlərində həm oynamaq, həm də oxumaq tələb olunur. Madhuri 84-cü ildən filmlərə çəkilir. O, 90-cı illərin kraliçası hesab olunurdu. Həm də 70-dən çox filmdə rol alıb. Madhuri, Bollywoodun ən məşhur aktyorları olan Mithun Chakraborty, Anil Kapoor, Sanjay Dutt, Amir Khan, Salman Khan və Bollywoodun ulduzlarından olan Shah Rukh Khanla möhtəşəm filmlərə çəkilir. Madhuri 6 dəfə Filmfare mükafatı qazanmışdı. 17 nominasiyada 4 dəfə qalib gəlib. 2008-ci ildə Padma Shri mükafatı qazanır. 99-cu ildə Madhuri kardio cərrahı Shriram Madhav ilə evlənir. Evlilikdən sonra 10 il Amerikada yaşayıblar. Onun 2 oğlu var. Arin Madhav və Rayan Madhav. Və neçə illərdir ki, xoşbəxt yaşayırlar. Madhuri Dixit sadəcə aktrisa deyil, həm də Bollywoodun simvollarından biridir. Onun rəqsləri və filmləri hələ də yeni nəsillər tərəfindən sevilir və izlənilir.